Herkese salam, alışveriş vlogu ilə başlayıram. İlk öncə çoxdan da leys yemirdik. Leys götürmüşdüm, almışdım. Artı bir 3 manat civarı olardı, bəlkə də 4 manat civarı. Sonra belə Patronun semiçkaları və ardından Mr. Tom'un semiçkalarını aldım. Arada lazım olur. Bananlar almışam. Banan çox yeyilir, həm piçonluya, həm belə şirniyyata yaxşı istifadə olunur. Belə meyvə şirələri, göyərti, keşniş, şüyüd. Bravodan alınıb hər biri. Alma götürdüm. Bu araları almaları çox sevirəm. Belə Karovanın şokoladları, Tiario'nun belə Tiario çörəklər və belə zeytun yağı Bravoda çox endirimə düşmüşdü. 11 neçə yoxsa 12 neçə idi. Və belə axşamda övladlarımla birlikdə biraz çizgi film izlədiyim Mr. Bean'in uşaqlığımın ən sevdiyim filmlərindən, multiklərindən biri deyərdim. Amma multik heç vaxt baxmamışdım. İlk dəfə də izləyirdim. Və hal-hazırda da Müştü Mehdinin kitabını oxuyuram. Və bununla birinci hissə bitir. Keçid edirəm ikinci hissəyə. Bundan öncəki vloqlarımda söyləmişdim ki, Kigai müəllifi Bakıya gələcək və görüşünə getmək istəyirəm və mən də görüşdə iştirak elədim. Siz də biraz izləyin, daha sonra imza və xoş sözlərini mənim kitabıma yazacaq, onu da izləyərsiniz. And I write a lot of books, but this is not what I do most of the days. Maybe in 30 days of a month, there are 5 is visiting people, wonderful people like you, and helping you help, or can be something frustrating for you. For instance, in the world of writers, I am sometimes I have to direct, I have to work as a Sherpa new authors. Mən müəllifi çox bəyəndim. Təəssüf ki, nə o məni anladı, nə mən onu anladım. Çünki bir-birimizin dilini başa düşmürdük. Amma yanında tərcüməçi xanım var idi. Amma onunla belə çox sevdim müəllifi. Çox səmimi gəldi mənə. Və evdə nə qədər kitabım olmama baxmayaraq, mən yenə kitab əldə etdim. Çoxdandır belə bir kitab istəyirdim. Luisa Hay'nin 21 günü həyatını dəyiş. Bu kitab əldə etdim bu günlər Libravdan. Amma oxumağı hələ düşünmürəm. Çox güman ki 2026'da oxuyaram. İndi isə artıq axşamdır. Mən də istəyirəm Kigai biraz mütaliə edim. Yarıya qədər mütaliə etmişəm. Ondan sonra da heç nə. Gecəniz xeyirə qalsın. Vlogumu sona qədər izləyən hər kəsə dərin təşəkkürümü bildirirəm. Və müəllifi çox bəyəndim. Nə yaxşı ki, bu günləri müəlliflə görüşdüm. Və müəllifin öz inşası və xoş sözləri mənim kitabımda qeyd olundu. Bu mənim üçün böyük bir xoşbəxtçilik idi.